Ya Allah, salam əziz izləyicilər. Gözəl şəxsi tikili 5 otaqlı 260 kvadrat 3 sot torpaq sahəsində yeni həyət evimiz satışa çıxarıldı. Təcilidir. Özü üçün tikilmə evdir. 5 otaqdır. Mətbəx də çox böyükdür. İstəsəz 6 otaq mətbəx studiyada eləyə bilərsiniz. Qoşa kubiklə inşa olunubdur, kürsülüdür. Sadəcə darvaza qoyulmubdur. Yola ən aşağı bir 50 metr məsafədə yerləşir. Çox yaxındır yola. 40-50 metrdə marşrut keçir. 569 sayılı marşrut. Masazır dairəsinə ən azı bir 250-300 metr məsafədə yerləşir. Yeni açılan ərazidə Lasın Çıraqlı məktəbi, Kəlbəzər məktəbi, Almarketlər, tanınmış Bolmartdır, Apilüsa, Masazır dairəsinə, birinci araza çox yaxın ərazidə yerləşir. Burada yerləşmə yerində ilə torpağın sotu ən azı 25-30 min manatdır əzizləyicilər. Qiymət də sonda məsləhətləşib videonun üzərində yazılacaq əzizləyicilər. Təmirsizdir. Belə deyək, ikinci mərtəbəsi orta təmirlidir. İkinci mərtəbənin bir dənə aboyu qalıb. Birinci mərtəbədə bütün işlər deməli istilik sistemi kombi çəkilibdir. Qaz, işıq, su, mərkəzi kanalizasiya hamısı var, qoşulub. Sadəcə əl gəzdirmək lazımdır. Bax, belə bir gözəl evin də tikintisində evlər arasında məsafə saxlanılıb əziz izləyicilər. 3 sot torpaq sahəsi, həsidə bu zavor bitəndə yola tərəfə qədər torpaq bu evə aiddir əzizləyicilər. 260 kvadratdır. Deməli 6 daş kürsülüdür. 260 kvadratdır. Deməli bu giriş hissəsidir. Bu giriş hissəsi də orada şkaf yığmaq üçün, paltar asmaq üçün. Otaqlar, çox böyük otaqları var, çox genişdir. Koridordan paylanılır. Hər mərtəbədə hamam otağı var. İkinci mərtəbəyə qalxan pilləkən hissəsidir əzizləyicilər. Birinci mərtəbədə bax belə bir böyük qonaq otağımız var. Beton, kalon, rigerlərlə hər bir şey, bünövrəsi, qoşa daş. Bax, göstərirəm buradan. Qoşa daşdır əzizləyicilər. Elektrik işi də çəkilibdir. Kombi sistemi çəkilibdir. Bunu da göstərim. Kombi sistemi də çəkilib. Qoşa kubikdir. Beton rigerlərlə, yəni qaya dağ kimi evdir. Super evdir. Şəxsi tikilidir. Polu da vurulub. İkinci mərtəbədə evin 99% işi görülübdür. Birinci mərtəbə bu vəziyyətdədir. Bir dənə deməli qonaq otağının şpaplyovkası vurulmuş.